Mən də bir daha hamı salamlayıram. Azarkeşlərimizə təşəkkür edirəm ki, komandanın məğlub olanda da yanındadılar. Yəni bu özü böyük bir bizim üçün motivasiyadır. İnşallah çalışıb, gələn oyunlarda daha yaxşı, daha səhvsiz oynayıb onların etimadını doldururlar. Oyun mənim üçün əlbəttə ki, iki hissəyə bölmüşdük, amma əfsuslar olsun ki, o birinci hissədə dediklərimizi reallaşdıra bilmədik. Heç nədən çox, yenə də bəlkə də Azərbaycan çempionatında ən ucuz qolları buraxırıq. Yəni bu adamı üzür, həqiqətən üzür. Ona görə mənə elə gəlir ki, daha ciddi olub, daha məsuliyyətli olub, yəni gələn oyunlara hazırlaşıb daha nəticəyə köklənmək lazımdır.